Azərbaycanın suveren ərazilərinin minalanması ilə bağlı əmrləri Ermənistan ordusunun yuxarı komandanlığı verib. Suveren ərazilərimiz Ermənistan tərəfindən işğal altında saxlanılan zaman orada yaradılan keçmiş qondarma rejimin dırnaqarası ordu komandanının müavini olmuş. Bu gün isə ölkəmizə və xalqımıza qarşı törətdiyi çoxsaylı cinayət əməllərinə görə Bakıda mühakimə edilən Ermənistan vətəndaşı David Manukyan açıq keçən məhkəmə iclasında dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandırarkən dedi ki, o, hərbi hissə komandiri olduğu zaman geniş olmasa da minalanma işi aparılıb. Hər bir minalanma işindən əvvəl yuxarı komandanlıq tərəfindən əmr verilib. Əmrdə aydın şəkildə yazılıb ki, formulyarlar, xəritələr, sxemlər neçə nüsxədə hazırlanmalıdır. Orada hansı ünvana nə göndərilməsi ilə bağlı ünvanlar da qeyd olunub. Biz əmrdə qeyd olunan maddələrə əsasən fəaliyyət göstərmişik. Təqsirləndirilən formulyarlara, sxemlərə, xəritələrə kimlərin baxmaq səlahiyyəti vardı sualını isə belə cavablandırdı. Bu, mühəndis işləri ilə məşğul olan mühəndis xidmət tərəfindən icra olunur. Məxfi hissənin rəisi, təbii ki, qərargah rəisi və hərbi hissə komandiri də. Qərargahın icazəsi ilə yalnız əlaqəli və məsul şəxslər də bu sənədlərlə işləyə bilərlər. David Manukyan dedi ki, o bununla bağlı formulyarları və sxemləri yuxarı rəhbərliyə, yəni diviziya komandirinə göndərib. Əlavə etdi ki, ondan yuxarı hansı dairəyə getdiyini dəqiq deyə bilmir. Korpus komandiri olduqdan sonraki dövrlə bağlı isə qeyd etdi ki, formulyarlar korpusda saxlanılırdı. David Manukyan bildirdi ki, hansı hərbi hissəyə nə qədər mina lazım idisə, onun konkret çıxış nöqtələri müəyyənləşdirilirdi. Bir hissəsi bastırılması, bir hissəsi isə saxlanılması üçün verilirdi. Əmrdə yerləşdirmə vaxtı yeri göstərilirdi. İddia etdi ki, minalar təhlükəli yerlərdə, düşmənin kəşfiyyat qruplarının daxil ola biləcəyi istiqamətlərdə yerləşdirilib. David Manukyan Azərbaycan ərazilərində döyüşən 86 nəfərdən ibarət dırnaqarası cəsurlar dəstəsi və onun tərkibindəki muzlularla bağlı suala cavabda bildirdi ki, bu Ermənistanın Müdafiə Nazirliyi tərəfindən yaradılıb və o tərkibdən xəbərsiz olub. Bu dəstə deyil, bölükdür. Müdafiə Nazirliyi tərəfindən yaradılıb. Dövlət qurumları tərəfindən formalaşdırılıb, müdafiə strukturuna göndərilib. Təkcə bu deyil, belə tipli başqa bölüklərdə. Həmin bölüklərdə müxtəlif yaş kateqoriyasına aid şəxslər vardı. Təqsirləndirilən əsir və girovluqda saxlanılan zaman azərbaycanlılara işgəncələrin verilməsi faktları ilə bağlı sualları cavablandırarkən bundan xəbərsiz olduğunu iddia etdi. Bildirdi ki, kim həmin şəxslərə necə rəftar edibsə, vicdanına görə cavabdeh etdi. Mənsə belə deyim, bugünədək mənə qarşı heç bir fiziki zorakılıq olmayıb. David Manukyan qondarma rejimin dırnaqarası müdafiə ordusu komandanının birinci müavini vəzifəsinə təyin edilən zaman 2020-ci ilin yanvarında Ermənistanın baş nazirinin və general-mayor rütbəsi ilə bağlı prezidentin yanında olduğunu dedi. Bildirdi ki, həmin vaxt Ermənistanın müdafiə naziri David Tanayan idi. Bundan sonra məhkəmədə növbəti video nümayiş olundu. Qeyd edildi ki, video 2019-cu ildə Ermənistanın müdafiə naziri David Tanayanın Nyu-Yorkda erməni diasporunun qarşısında çıxışı zamanı lentə alınıb. David Tanayan çıxışında sülhə qarşı olduğunu bildirərək yeni müharibə və yeni ərazilər iddiası ilə çıxış edir. Bununla bağlı açıq bəyanat verir. Bildirir ki, güzəşt yoxdur, amma kompromis mümkündür. Bundan sonra David Tanayan hücum tipli hərbi birləşmələr haqqında məlumat verərək deyir ki, müdafiə mövqeyindən, səngərlərdən çıxmalıyıq və çıxacağıq. Hərbi əməliyyatları rəqibin ərazisində keçirəcəyik. David Tanayan Ermənistan ordusunda həyata keçirilən proqramlardan, görüləcək işlərdən və erməni diasporunun buna verdiyi dəstəkdən danışır. Məhkəmədə David Manukyan tabe olduğu şəxsin hərəkətinə görə cavab verə bilmədiyini iddia etdi. Bundan sonra məhkəmədə qondarma qurumun dırnaqarası qərargah rəisi Kamov Vardanyanın Azərbaycanın yeni yaşayış məntəqələrinin atəşlə məhv edilməsinə dair 2020-ci il sentyabrın 25-də imzaladığı əmr nümayiş olundu. Həmin məxfi sənəddə hərbi hissələrə qeyd edilən tələblərin yerinə yetirilməsi və bu barədə məruz edilməsi əmr olunur. Birləşmələrin və hərbi hissələrin komandirlərinə tapşırıq verilir ki, 2020-ci il sentyabrın 28-nədək əlavədə qeyd olunan yaşayış məntəqələrinin atəşlə məhvi təmin edilsin. Artilleriya hərbi hissələrində 40 km məsafədə vura bilən raketlərlə atəş açmaq üçün konkret M21 stansiyası ayrılsın. Bu stansiya üçün nəzərdə tutulmuş 80 raketdən 40-ı daimi döyüş vəziyyətində maşınlarda saxlanılsın. Qalan 40 raket isə döyüş mövqeyinə çıxmazdan əvvəl yüklənsin. Dırnaqarası müdafiə ordusunun, yəni Ermənistan Silahlı Qüvvələrinin ən böyük silahlı birləşməsinin artilleriya üzrə komandirinin müavini əmrin icrasına nəzarəti üzərinə götürsün. Əmr dırnaqarası müdafiə ordusunun komandirinin müavinlərinə, əməliyyat şöbəsinə, qərargahlara, birləşmələrin və hərbi hissələrin komandirlərinə ünvanlanır.
Əlavədə atəşlə məhv edilməyə məruz qalacaq yaşayış məntəqələrinin siyahısı göstərilir. Həmin yaşayış məntəqələri siyahısında Azərbaycanın çoxsaylı kənd və qəsəbələri, rayon və şəhərləri, o cümlədən Beyləqan, Ağcabədi, Naftalan, Bərdə, Yevlax, Mingəçevir və Gəncə qeyd olunur. David Manukyan bununla bağlı dövlət ittihamçısının sualını cavablandırmaqdan yayındı. Kamo Vardanyanın belə bir əmr verə bilməyəcəyini, buna səlahiyyətinin olmadığını iddia etdi. David Manukyan iddia etdi ki, bir sıra təşkilatçılıq məsələləri istisna olmaqla 2-ci Qarabağ müharibəsində döyüş əməliyyatlarının planlaşdırılmasında iştirak etməyib. Amma bununla yanaşı əlavə etdi ki, Ağdərənin şimalında və Hadrutun bir sıra yaşayış məntəqələrində olub. Bu, səfərbərlik məsələləri təşkilati işlərlə bağlı olub. Qondarma rejimin silah-sursatla təminatı necə aparılırdı sualını isə belə cavablandırdı. Gündəlik sərfiyyat Ermənistan Respublikasının Müdafiə Nazirliyindən göndərilirdi. Sərfiyyat bütün təminat növlərinə, canlı qüvvə və texnikaya da aiddir. Müharibə dövründə döyüşlərin getdiyi ərazilərdən uzaqda yerləşən Azərbaycanın yaşayış məntəqələrinin İskəndər M, Elbrus.U və Smerç tipli raketlərlə vurulması barədə suala cavabda iddia etdi ki, həmin vaxt bu barədə mücərrəd şəkildə məlumat alıb. Qondarma rejimin dırnaqarası müdafiə ordusunun Ermənistan Silahlı Qüvvələrinin ən böyük silahlı birləşməsinin ştat strukturunda belə silahlar olmayıb. Məhkəmə prosesi iyunun 20-sində davam etdiriləcək. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Anar Rızayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında zərər çəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış, həmçinin Robert Köçəryan, Serj Sarkisyan, Vazgen Manukyan, Vazgen Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan, Zori Balayan, Seyran Ohanyan, Arşavir Qaramyan, Monte Melkonyan və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməni əsilli təqsirləndirilən şəxs ittiham edilir.